Necə deyərlər, yağmasaq da guruldayaq. Amma niyə? Lap elə guruldayaq da, yağaq da. Reklam deyil, qoy olsun da reklam. Reklamın bəsiz şəkilli tərifi elə tərifdir. Yəni mən malımı tərifləyirəm, özümü tərifləyirəm, başqasını tərifləyirəm. Ümumiyyətlə tərifləyirəm və bunu da niyə eləyirəm? Ona görə eləyirəm ki, diqqəti cəlb edim. İstehlakçı öz diqqətini mənim üzərimdə saxlasın. Hələ Minbir Gecə nağıllarının zamanından ən yaxşı qarğıdalı Misirdə, bizim dövrdə isə ən yaxşı kartof Gədəbəydədir ifadəsi var. Bugün qalalar qalası qız qalası deyirik. Ən böyük Atatürk, başqa böyük yox deyirlər. Və heç kim burada qəbahət görmür. Bugün dünyanın bütün sevgililəri öz sevgililərini ən yaxşı, ən gözəl hesab edir və adlandırır. Amma belə çıxır ki, bundan sonra bunu etmək olmaz. Niyə? Ona görə ki, bunu eləməyə bizim İqtisadiyyat və Sənaye Nazirliyimizin anti-inhisar departamentindəki dostlarımız qoymur. Qəribə səslənir bilirəm. Amma bu belədir. Ya da təxminən belə. Bəs söhbət nədən gedir? Xəbər qurusu budur. İqtisadiyyat və Sənaye Nazirliyi yanında anti-inhisar və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı Oral-B Proflex diş fırçasının, Duracell batareyasının, Ariel uyucu tozunun və Blendamed Pro-Expert diş mərcunlarının reklamlarında istehlakçıların çaşdırmasına səbəb olan haqsız və qeyri-reklam əlamətləri aşkar edilib. Bununla əlaqədar olaraq, həmin reklamların sifarişçisi olan Procter & Gamble Azərbaycan Servis Məhdud Məsuliyyətli Cəmiyyət barəsində anti-inhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Procter & Gamble-a 2.163.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Vəssalam, statın sonu. Amma təkcə statın yox, belə getsə, çox şeyin sonu ola bilər. İlk baxışda ilişəsi, polemika doğuracaq bir səbəb görünmür. Amma yalnız ilk baxışda. 25 illik redaktorluq stajına malik olan biri tək deyə bilərəm ki, redaktör xarakterli xırdalığın belə baha başı gələcəyini heç vaxt ağlıma gətirməzdim. Əslində söhbət nədən gedir və departamentin bizə reklamlarda istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-reklam əlamətlərinin aşkar edilməsi tək ciddi, hətta terminə bənzər formata təqdim olunan hadisə nədir? Yəni kimsə reklam etdiyi məhsulu bir nömrəli, bir başqasını təmizliyin yeni mərhələsi adlandırır. Ya da onun təqdim etdiyi batareya bütün adi batareyalardan çox işləyir. Bir avtomobilin reklam ətrafında isə ormanlar padşahı adlandırıldığına görə iş qaldırılır. Özdə ona görə yox ki, Afrika şirlərinin xətrinə deyər. Departament belə özündən deyən reklamlara görə onun sifarişçisini təvazükar olunmaqda günahlandırır və onu 2.163.000 manat cərimə edir. Baxmayaraq ki, bu işin adı reklamdır və reklamın tərifi bayaq dediyimiz kimi elə tərifdir. Tərifin isə təvazükarı olmur. İndi gərək Süleyman Rüstəmi o dünyada məhkəmə zalına gətirək və cənnət görmək istəyən Azərbaycana gəlsin bədii təyinə görə şairin ruhuna maliyyə sanksiyası tətbiq edək. Çünki dünyanın Azərbaycanlar istisna olmaqla bütün digər insanlarını çaşdırıb. Məncə, anti-inhisar departamentində bir dilçilik şöbəsi daşımaq lazımdır. Tam ciddi deyirəm. Əks təqdirdə, departamentdəki dostlarımızın ifrat əsaslığı dilimizi inkişaf etdirməyəcək, əksinə, imicimizə, reklamla dolanan şirkətlərin maddi durumuna ciddi ziyan vuracaq. Sizin reklamınız bizim müstəqilliyimizdir. Bu müraciət bizdə içində olmaqla özəl, başqa yerdə maliyyə qaynaqları olmayan şirkətlərin kəlmə-i şəhadətidir. Yəni, reklam nə qədər çox olarsa biz maliyyə baxımından güclü oluruq, maliyyə baxımından güclü olduqca daha çox müstəqil oluruq. İndi cəzalandırılan Procter & Gamble Azərbaycan reklam həyatımızda əsaslı rol oynayır. Nəzərə alsaq ki, Azərbaycanın reklam bazarının böyük hissəsi xarici şirkətlərin reklamı hesabına formalaşır. Yəni, xarici reklam bugün ümumi reklam həcminin 80%-ni təşkil edir. Yerli reklam isə əsl yetim payıdır. Hambalın bir abbasısı 20%. Azərbaycanın reklam bazarının həcmi dünyada mövcud olan ümumdaxili məhsulun nisbət standartlarından çox aşağıdır. Dünya praktikasına görə reklam bazarının həcmi ən azı ümumdaxili məhsulun 1%-nə bərabər olmalıdır. 2013-cü ildə ölkədə 58 milyard manatlıq ümumdaxili məhsul istehsal olunub. Reklam bazarının həcmi isə 50 milyon manat civarındadır. Yəni, ümumi daxili məhsula nisbətdə 0,85%. Dolanışıq reklamdan çıxan qurumlar üçün bu vəziyyətin bir adı var. Faciəvi. İndi belə çıxır ki, biz onsuz da kasad olan reklam payımızı hələ bir departamentlə də bölməliyik. Necə? Bu saat izah edeyim. Tutaq ki, Procter & Gamble bu cəriməni ödəyəcək. Deməli, o bu 2.163.000 manatı Azərbaycanın reklam bazarı üçün nəzərdə tutulan vəsaitdən çıxacaq. Bizim bütçəmizdən. Deməli, dolayısıyla o cəriməni biz yerli kanallar ödəyəcəyik. Özlə nəzərə almaq lazımdır ki, departamentin əlində inzibati rıçaqlar var. Bu dəfə 2.163.000 manat, gələn dəfə 4, o bir dəfə 8 dəfə artıq cərimə olunsa necə olacaq?
iştahat iş altındadır və hər dəfə də o cərimə sanksiyalarının qurbanı dolayısıyla biz olacağıq, kanallar. Bəs bu qurumlar küsub Azərbaycanın tərk edəcəkləri təqdirdə necə olacaq? Efirimizi ancaq milli kalbasa yedirməklə çox mu uzağa gedəcəyik? Bir klinika ilə müqavilə bağlayırıq, az qala bütün verilişi ona həsr etmemizi tələb edir. Başımızı daşa döyüb hansısa şadlıq sarayından reklam istəyirik, faktiki olaraq bizi yengə ştatında görür. Nüfuzlu, beynəlxalq təcrübəyə malik. Adam balası adam şirkətinə isə 2 milyon manat cərimə tətbiq edirik. İndi tutaq ki, Procter & Gamble-daki qardaşlarımız anti-inhisar departamentindəki qardaşlarımızın cəzası ilə razılaşdı. Həmin məbləği ödədi və baş verənləri özünə təzyiq kimi qiymətləndirdi və günlərin bir günü, lap elə bu yaxınlarda Azərbaycanın getmək barədə qərar verdi. Onda necə olacaq? Əvvəla unutmayaq ki, reklamı bacaranlar anti-reklamı da əla bacarırlar. Azərbaycanın düşmənləri isə reklama olduğu kimi elə antireklama da əla vəsait buraxa bilər. Prezident milli televiziyalarımızın inkişafını sürətləndirmək üçün yollar axtarır, vəsait ayırır. Başqa bir tərəfdən də biz xarici reklamın boğazını sıxırıq. Hələ bu harasıdır? Milli Məclisin bəzi üzvlərinin reklam departamenti ilə birgə reklam haqqında qanunun daha da sərtləşdirilməsi üzərində işlədiyi barədə məlumatlar pıçıldaşılır. Maraqlıdır. Reklam haqqında qanunu bunun artıq daha hara qədər sərtləşdirmək mümkündür? Kimin əsəblərini və kimin cibini və başlıcası niyə sınağa çəkirik? Axı sınaq sözü sın sözündəndir. Yaxşı, sınaq deyirsinizsə sınaq. Amma sınsaq işlər düzələcək. Yəqin bura məsələn o yeridir ki, biz ictimai münasibətdən danışmalıyıq. Gələk digər kanallarda öz reklam bazarlarını qorusunlar. Biz birlikdə güclüyük. İctimai rəy hər şey olmasa da çox şeydir. Buyurun, həmkarlarımız reklam müstəqilliyimizi gərək qorusun. Biz əgər reklama öz müstəqilliyimiz kimi baxırıqsa, dərk eləməli ki, müstəqilliyimizin başının üstünü təhlükə alır. Qoruyaq, amma ifrata da varmayaq. Hesabat axşamının son və eyni zamanda ən ağrılı reportajını təqdim edirəm.